Hellolar. Yenə çox böyük bir tem bağlama saçırıq. Açığı içində nə olduğu ilə bağlı heç bir fikrim yoxdur. Çünki bu kargolar biraz gec gəlmişdi və unutmuşam. Amma payız və geyim məhsulları olduğunu düşünürəm. Mən indiyə kimi Temudan çox nadir hallarda hansısa geyimə yaxşıdır demişəm. Bilirsiniz ki, adətən geyimlərin hamısı... Oy, mikrofonsuz danışıram. Mən çox nadir hallarda Temudan hansısa bir paltarı bəyənmişəm və ona yaxşı demişəm. Adətən Temuda paltarların keyfiyyətsiz olduğunu vurğulayıram. Bu dəfə də Zara'da dəbdə olan üst geyimə oxşar geyimlər Temudan sifariş eləmişəm. Görüm, əgər yaxşıdırsa sizə də məsləhət görüm. Başlayaq. Materialı qəşəng idi. Belə bir dondu. Ətəyi də belə uzun. Mən uzun paltarları çox xoşlayıram. Çox qəşəng, çox şirin paltardır. Təəssüf ki, mənə biraz böyükdür. Məncə göründə nə qədər arxaya gedim ki, görürsün. Çox qəşəngdir. Birincisi, materialı çox əladır. Mən ilk dəfədir ki, deyəsən Temunun hansısa paltarına materialı əla deyirəm. Adətən pis deyil deyərəm maksimum. Çünki hamısı çox pis gəldi. Mənə sadəcə biraz böyükdür. Görürsünüz, baxın bu hissələr. Bu hissələr böyükdür. Əslində bu belə qalsa daha yaxşı olardı. Paltarın materialı elədir ki, əgər kiçik bir qarnınız belə varsa, onu təəssüf ki, bildirəcək. Baxın belə qolları. Boyun hissəsi. Bu da belədir. Qarşıda da düymələri var. Mən çox bəyəndim. Butter yellow rənginin dəbdə olduğuna görə çox şirin raket. Qızlar, materialları çox qəşəngdir. Oy, bu biraz böyükdür məncə. Məncə yox, bu oversize idi onsuz da, amma nə bilim, bu XL-in oversize-ıdır deyəsən. Bəlkə yay paltarları elə pis idi. Mən çünki ilk dəfədir qış paltarı vururam. Həmişə belə yay paltarları vurmuşam. Çox da dandik gəlib. Videomu bitirəndən sonra qaça-qaça gedib bunun kiçik ölçüsünün olub-olmadığına baxacağam. Çünki çox qəşəngdir, çox şirindir. Sadəcə mənə böyükdür. Yəni, onsuz da bu biraz oversize modeldir. Biraz böyük olmalıdır. Amma bu biraz mənə də bir tık böyükdür. Bunun çiyin hissəsini biraz belələyib arxaya doğru atmışam. Baxın belə. Çünki çinin yerində qoysam, bu sinəsi çox aşağı, yəni çox aşağı gəlir və xoş görüntü olmur videoda. Ona görə onu arxaya doğru atmışam. Yəni mənə o qədər böyükdür əslində. Qolları falan yaxşıdır. Sadəcə yəni sinəsi çox açıq gəldi və bu hissəsi biraz çox böyükdür. Amma belə o qədər yumuşaq, o qədər şirindir ki. Bu arada bu bantikləri çıxara da bilərsiniz. Sancaqla yapışdırılır və burada da düymədir. İstəsəniz düyməni açıb jaket kimi də istifadə edə bilərsiniz. Çox məni yansıdan bir şeydir. Mən bunu daha çox xoşlayıram. Belə cicimici, belə bantikli, çiçəkli şeylər geyinməyi daha çox xoşlayıram. Çox da belə sport geyinən bir deyiləm. Geyinirəm, amma yəni bu tərzi daha çox xoşlayıram. Özümə də daha çox yaraşdırıram. Həm saçım, həm də koftam biraz sarı cücəyə döndüm. Amma yenə də çox qəşəngdir. İndi ağlıma gəldi ki, bunun əslində böyüklüyünü istifadə edib bir çiynini belə aşağı doğru eləyib, belə çiyin açıq kofta ab-havası vermək olar deyə düşünürəm. Arxadan da pis görünmür, normal görünür. Bunu geyinirsiniz, əlinizə alırsınız, kofenizi belə şəkil çəkdirirsiniz. Bir şey var. Bu nazikdir. Belə çox şirin bir koftadır, bantikli. Düşünürəm ki, ciz şalvarla çox qəşəng yaraşacaq. Bunun materialının əslində qalın olacağını düşünmüşdüm, payızlı uyğun idi. Amma materialı qalın deyil. Amma sentyabr ayında geyinmək olar. Təbii ki, kurtka ilə belə çölə çıxmayın, soyuqdur. Çünki amma çox qəşəngdir. Uzunluğu da belədir əslində. Belə. Yanlarında belə rezinka var. Mən qatlamışam biraz belə içəri. Belə daha çox xoşuma gəlir. Çox şirindir və necə, cins şalvarla geyin çıx kombinə. Heç fikirləşmirsən, düşünmürsən əlavə. Sadə çəhrayı kofta. Bunu like edirik. Bunu çox gözləyirdim. Bundan bir dənə kombin fikrim var. Amma ki, hələ bunun ətəyini tapmamışam. Ətəyini tapanda kombin eləyəcəm. Sizə qışı gətirmişəm. Belə bir kofta. Əslində, bununla da düzəltmək istədiyim kombini, deyəsən bayaq qoydum, amma yenə də buralara qoya bilərəm. Çox oxşayır kofta ona. Sadəcə oradakı kofta biraz daha tünd rəngdədir. Amma rəngi problem deyil. Sadəcə o daha uzundur. Biraz ətəyin üstünə
Yəni ətək məsəl üçün burdandısa, atıram, hardan görünürsüz mən. Məsələn, ətək burdandısa, o kofta heç olmasa bura kimi düşsün. Bu kofta çox qısadır ona görə, amma belə materialı, keyfiyyəti, artıq mən istilənirəm bunun içində. Belə isti saxlamağı hiss olunur ki, isti saxlayacağı bir şeydir. Ona görə də çox bəyəndim, çox qəşəngdir. Bu seriyadakı paltarların hamısını bəyənəcəm deyəsən. Aha. Bunun materialı nəsə, bilmirəm, əynimdə baxaram. Belə zamoku var əslində buradan və aşağı yox, yarıya qədərdir zamok. Belə. Çox qəşəng bir kofta ilə gəlmişəm yenə. Baxın belə. Bu dəfə bunu qatlamamışam. Bunun özü elə qısa idi. Belə dar bir koftadır. İstəsəz bunu yuxarı qədər bağlaya bilərsiniz. Belə. Amma bu mənə çox boğucu görünür deyə mən biraz aşağı doğru açıram. Zamok hissəsində bura qədər açılır, yəni amma ehtiyac yoxdur bura qədər açmağa, bu qədər yaxşıdır. Kifayət qədər yaxşıdır deyə düşünürəm. Materialı qaşındırmır, problem yaratmır. Yaxşı materialı var, yenə payıza bir uyğundur. Üstdən nazik bir kurtkayla. Bu barmaq hissələrinin belə olmağı mənə çox xoşuma gəlir. Mən belə işlədirəm. Belə amma qəşəngdir. Mən çox bəyəndim. Yenə şipşak kombin etməliyik bir şeydir. Çox şirin. Biraz balaca, bu da balaca görünür gözümə. Böyük ehtimal cropdur ona görə ya da genişlənəcək. Buralarında belə çiçək naxışları var. Çox şirin paltardır. Qızlar, məncə deməyimə ehtiyac yoxdur. Temu payız və qış kolleksiyası perfect alına bilər. Çox şirindir, çox yumuşaqdır. Koftanın keyfiyyəti birincisi çox qəşəngdir. Yəni çox qəşəngdir də nə deyim. Qollarında baxın belə çiçəkli işləmələr var hər iki qolunda və aşağı hissəsində çiçəkli işləmələr var və burası biraz korset kimi gəlir. Yəni burası bir tık yuxarı hissəsi boş, amma bu hissəsi baxın bərkdir. Yəni daha doğrusu yığcamdır, dardır və bir tık korset kimi gəlir. Çox qəşəngdir bütün hər yeri belə. Şönüm baxın. Bu koftanı da çox bəyəndim. Məncə qışda çox qəşəng kombinləmək olar bunları. Bu yadıma düşdü. Bunu da səbirsizliklə gözləyirdim. Çünki şəkildə çox qəşəng görünürdü. Görək həyatda necə olacaq. Bu belə setdir. Belə bir ətəyi var. Deşik-deşikdir bunun altı. Qış paltarı niyə deşik-deşik düzəldiblər? Nəysə, altdan nəsə geyinmək lazımdır bunun. Belə bir uzun ətəyi var. Bir dənə də belə, amma material həqiqətən də qəşəngdir. Xanım xatın bir koftası var. Amma deyəsən, koftası biraz böyükdür. Dəst paltarları almaq biraz qəribədir mənim üçün. Çünki mən şalvar, ətəkləri bunlarda M geyinirəm, amma yuxarı hissəyə S geyinirəm. Ona görə dəst alanda belə biraz başım qarışır ki, hansı ölçüdə. Təəssüf ki, yenə əynimə böyük olan, amma çox qəşəng bir paltarla qarşınızdayam. Əslində, görürsünüz, deməyə ehtiyac yoxdur. Paltar əynimə böyükdür. Alt hissəsi çox yaxşıdır. Yəni bundan dar ola bilməzdi alt hissəsi, amma dediyim kimi mən aşağı hissəyə M, yuxarı hissəyə S geyindiyim üçün və set halında da ayrı-ayrı ölçü götürə bilmədiyim üçün yuxarı kofta hissəsi mənə böyükdür. Hatta bu qədər. Əslində belə olmalı idi. Amma paltarın özü çox qəşəng və çox keyfiyyətlidir. Bir dənə fırlanın belə baxın. Belə. Yumuşaqdır, material çox qəşəngdir. Qolları belədir. Hər ikisinin belə düymələri var. Düymələr də çox keyfiyyətlidir. Ümumiyyətlə bu Temu payız məhsullarında məni şok etdi, çünki çox keyfiyyətlidir və koftanın belinin belə gəlib aşağının qırçınlı olmağı və yubqanın dar olmağı sizi çox incə göstərəcək nüanslardır. Məhsulu çox bəyəndim, rəngini də çox bəyəndim. Ümid edirəm sizin ölçünüz buna uyğun gələr və sevərək alarsınız. Bu da çox qəşəngdir. Çox şirin bir kofta. Belə. Və əynimdə çox şirin bir kofta var. Bayaq donda olduğu kimi həm boyun hissəsindən, həm də qol hissəsindən belə ağlar çıxır. Çox qəşəng düymələr var gördüyünüz kimi qollarında. Koftanın özü çox şirindir. Mən biraz qatlamışam içəri əslində. Koftanı daha çox xoşlayıram deyə
Belə qısaltmışam, amma əslində uzunluğu burdandır. Yəni çünki bilirəm ki, elə adam var ki, şalvar sadəcə uzun koftalarla geyinir. Bu o dərəcədə də uzun deyil. Olduqca qəşəngdir, şirindir və materialı yumşaqdır. Bundan indi mən sadəcə cinsən elə belə geyindim. Bundan çox qəşəng kombinlər eləmək olar deyə düşünürəm. Bu deyəsən kurtkadır. Bu ara Zara'da çox dəbdə olan kurtkanın oxşarını Temu çıxardı və material həqiqətən də yaxşı görünür. Belə bir kurtka. Qəşəng də görünür. Rəngi də tünd, çox tünd bordodur. Yolda bunu kimsə əynində görsəm, heç vaxt mənə inandıra bilməzdi ki, bu kurtkanı Temudan alıb. Yəni, heç vaxt inanmazdım. Keyfiyyəti barədə ilk hiss elədiyim keyfiyyətli olduğudur. Amma məsəl üçün bu kofta və ya deyil də deyim ki, bu keyfiyyətlidir, əynimə yaxşı oturur. Kurtka elədir ki, bəlkə bunu üçün geyinəcəm, buraları belə dərsi çatlayacaq. Onu deyə bilmirəm ona görə. Amma ilk baxışdan keyfiyyətli görünür. Cibləri olduqca yaxşıdır. Siz bir də yaxşı olduğunu hardan başa düşürəm? Birincisi, əlini cibinə atıram və cibi 2 qatdır. Yəni cibi sadəcə bu bəzən olur ki, cibinə sadəcə belə kəsi atıb deşik qoyurlar və əlin düşür o quyunun dibinə. Amma bunun ayrıca cibi var. 2 qat ciblər. Göstərim sizə. Yaxından da tünd bordo rəngdədir. Bir də ağzımı bağlayım deyəcəkdim. Qapağımı bağlayım. Qabağımı bağlayım. Belə aşağı hissəsi rezinkadır. Belə tutur. Bu altdakı kofta ilə də məncə çox qəşəng gedir. Belə, bugünkü video bu qədər. Ümid edirəm bu videonu siz də bəyəndiniz. Rəy yazmağı, kanala abunə olmağı unutmayın. Məni çox sevindirərsiniz. Hələlik.